Daha bir məktəb direktoru üçün əcəl zəngi. Aygün Hüseynovanın səs yazısı yayıldı. Pul gətirin. Həyat belədir. Məzun olanda hamı üçün son zəng çalınır. İntihası bəzi adamlar üçün də həyatda əcəl zəngi biraz erkən çalınır. Heç son zəngi görə bilmirlər. Bu da öz kobud xətaları ucbatından irəli gəlir. Ən azı gözü çıxmış qardaş nümunəsi var. Yəni bu səhvi etməmək şansı verilir. Amma son zəng özü üçün əcəl zəngini çevirmək istəyənlərin sayı getdikcə artmaqdadır. Söhbət ayrı-ayrı məktəblərin direktorlarının son zəng pul yığmasına dair qalmaqalı səs yazılarının yayılmasından gedir. Son həftələrdə neçə belə məktəb direktoru bu səbəbdən öz sonuna fərman vermiş olub, işdən azad edilib. Onların yayılan səs yazıları Elm və Təhsil Nazirliyini cəza tədbirləri görməyə vadar edib. Lakin direktor vəzifəsindən azad edilənlərin aqibəti hələ də bir çox həmkarlarına ibrət dərsi olmayıb. Misal üçün, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsinə yerləşən 288 saylı orta məktəbin direktoru Aygün Hüseynovanı bu cərgəyə aid etmək mümkündür. Bu gedişlə xanım Hüseynova da cərimə batalyonuna qoşulmalı olacaq. Rubrika azın əldə etdiyi məlumata görə 288 saylı orta məktəbin direktoru Aygün Hüseynovanın keçirdiyi yığıncaqda son zəng üçün pul yığılması müzakirə edilib. Aygün Hüseynovanın bununla bağlı səs yazısı da mövcuddur. Həmin audio yazıda məktəb direktoru son zəngin təşkili üçün pul yığılmasının vacibliyini qeyd edir. Uşaqlar narazılıq ediblər ki, bizdən 200 manat pul yığılır. Mən uşaqlara hamısının açıqlamasını vermişəm. Bütün həyatım nə üçün bəzənəcək, gölgəliyinə qədər. Uşaq narazı birini yemez. Yəni o 200-dən. Niyə mənə bir dəfə şikayət eləmir? Nə valideyn zəng eləmir, nə uşaq. Kimə deyirəm, sevinə gedir bu yandan. Bu 200 manatı ki deyirsən, sonra hər şey sən özün görürsən, yoxsa ki onlar deyib kameranı vermişəm, mən nə eləyəcəm o? Özləri eləyir. Kamera satanlısı onun içində olur. Kamerası həyəti başda 200 manat demişəm, aydınlıq gətirmişəm ki, günün altında olur, yarım saatda qutarırıq. Oynamaq istəyirsiniz, gəlin oranı bağlayaq, palatlarına. 1 saat, 2 saat, 166-dan əksiyik. Bütün həyəti palatlarla bağlayıb 2 saat sonra zəng edirlər. Sən şübhəkin var sözü. Halbuki təhsil haqqında qanunun 5.0.3-cü maddəsində təhsil sahəsində pul yığımına icazə verilmir. Həmçinin Elm və Təhsil Nazirliyinin 2024-cü ildə məktəblərə ünvanladığı məktəbdə son zəng tədbirlərinin təşkili ilə bağlı tövsiyə sənədində qeyd edilir ki, tədbirlər məktəb daxilində mənəvi və pedaqoji dəyərləri əsas tutaraq sadə və təmtəraqsız şəkildə təşkil edilməli, bunun üçün maddi vəsait toplanmamalıdır. Amma məktəb direktoru Aygün Hüseynova tələbləri, qanunları pozaraq pul yığılmasına ehtiyac olduğunu səs yazısında bildirir. Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun da səs yazısı yayılmışdı. Sözü gedən təhsil müəssisəsində direktor son zəng tədbiri üçün 150 manat yığılması tələbini irəli sürmüşdü. Nəticədə işindən azad edildi. O şart taleyi Aygün Hüseynovanın yaşayacağı ehtimalı yüksəkdir. Çünki Nazirliyin çağırışlarına, sərt xəbərdarlıqlarına və cəza tədbirlərinə baxmayaraq bundan dərs çıxarmayıb. Yada salaq ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Professor Hikmət Əlizadə son zəngin mahiyyətindən danışıb və bu tədbirlərin sayda keçirilməli olduğunu diqqətə çatdırıb. İctimai Şura sədri onu da vurğulayıb ki, son zəng tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədlə uyğun olardı. Digər 288 saylı orta məktəbin direktoru bu qədər faktlara, qanunlara, verilən açıqlamalara məhəl qoymadan pul yığılmasını tələb edib. Əvvəla son zəngi sadə keçirmək mümkündür. İkincisi, heç də bütün valideynlərin maddi imkanı bərabər deyil. Üçüncüsü isə məzunlar repetitorlara gedir. Aylıq ödənişlər olunur. Bunun üzərinə əlavə son zəng xərci böyük yükdür. Lakin onu da demək lazımdır ki, Aygün Hüseynovanın 288 saylı orta məktəbdə direktor olaraq vəzifə səlahiyyətlərini aşan hərəkətləri təkcə son zəng üçün pul yığmaq çağrışı ilə məhdudlaşmır. Belə ki, məktəbdə ciddi qanun və maliyyə pozuntularına yol verildiyi iddia olunur.
Rubrika.az saytına daxil olan məlumata görə məktəb direktoru Aygün Hüseynova müəllimləri təqib edir. Hətta bunun üçün sinif otaqlarına müşahidə kameraları quraşdırılıb, müəllimlər izlənilir. Halbuki sinif otaqlarında kameralar quraşdırılması ilə bağlı Nazirliyin məktəblər qarşısında hər hansı tələbi yoxdur. Eyni zamanda əldə etdiyimiz xəbərlərə görə məktəbdəki bir sıra sənədlərdə saxta imzalar mövcuddur. Nəticə etibarilə ciddi maliyyə pozuntularına yol verilib. Bu azmış kimi direktorun təlimatı əsasında məktəbdə 3 əvəz kitabı var. Bu da olduqca ciddi qanun və maliyyə pozuntusudur. Cinayət məsuliyyəti yaradır. Rubrika azın əldə etdiyi başqa bir informasiyada isə deyilir ki, 288 saylı orta məktəbdə 6 günlük dərs sistemi olsa da cəmi 5 gün keçirilir. Həftənin 6-cı günü isə dərslər ya formal olur, ya da heç olmur. Çünki məktəbdə dərslərə davamiyyət aşağı düşür. Ümumiyyətlə, adi günlərdə də davamiyyət bərbaddır. Beləliklə, Aygün Hüseynovanın rəhbərliyi altında adı çəkilən təhsil ocağında min cür özbaşınalıqlar baş verir. Son zəng pulu yığılır, saxta imzalarla maliyyə pozuntularına yol verilir, dərsə davamiyyət zəifdir, sinif otaqları kameralarla izlənilir və s. Bundan əlavə media resurslarında yer alan xəbərlərdə deyilir ki, hər il bütün siniflərdən pul yığılır. Təmir fond adı altında şagird və valideynlər incidilir. Hətta bir müddət əvvəl məktəbin valideynləri bildirmişlər ki, Aygün Hüseynova təhsil müəssisəsini idarə edə bilmir. Onların sözlərinə görə sözü gedən 288 saylı məktəbdə təlim-tərbiyə demək olar ki, sıfıra bərabərdir. Yuxarı siniflərin davamiyyəti, aşağı sinif şagirdlərin məktəbə gəlməməsi direktorun yalnız cibini doldurur. Dövlət hesabına məktəbə gələn təminat şagirdlərə pulla satılır. İbtidai siniflərdə müəllimlər kitab satışı ilə məşğul olur, orta sinif şagirdləri məcburi qaydada hazırlığa cəlb edilir. Göründüyü kimi Aygün Hüseynova dönəmi 288 saylı məktəbin tarixində müəmmalar, qaranlıqlar, ittihamlar və özbaşınalıq faktları ilə yadda qalmaqdadır. Qeyd edək ki, məktəbin 153 müəllim, 34 texniki işçi və təxmini 3000 heyəti var. Mövzu diqqətimizdədir. Ardı var. Nicat Mahmudov, Rubrika Az.